Bir çox insanlar öz keçmiş sevgililəri və ya keçmiş həyat yoldaşları haqqında danışanda onları cavanlıq səhvim və ya ağılsızlığım deyə adlandırırlar. Və mən seanslarda görürəm ki, onlar haqqında danışanda nə qədər böyük bir peşmançılıq hissi yaşayırlar içlərində. Deyirlər ki, axı niyə? Niyə mən vaxtımı, ümidlərimi, enerjimi bu insana xərclədim? Bu insan məni qırdı, sındırdı, mənə travmalar yetirib çıxdı, getdi həyatımdan. Niyə mən bu insanı seçdim? Mən təhsilimi seçə bilərdim, işimi seçə bilərdim və ya tamamilə başqa bir insanı seçə bilərdim. Məsələ burasındadır ki, seçə bilməzdim. Bizim bugünkü ağlımızla keçmişdə etdiyimiz seçimlərimizi səhv adlandırmaq əslində özümüzə qarşı elədiyimiz çox böyük bir hörmətsizlikdir. Çünki o dövrdə, həmin dövrdə olan ağlıva, sənin ətraf mühitinə, duyğularına, düşüncələrinə, ehtiyaclarına uyğun bir seçim etmisən. Bax, heç bir insan təsadüfən bizim həyatımıza gəlmir. Nə qədər bugün sən başa düşməsən də nəyə görə bu insanın gəldiyini, əslində onun sənə yetirdiyi travmalara, onun səni sındırmaqlarına sənin ehtiyacın var idi. Yəni bugünkü ağılda olmağın üçün sənin o təcrübəni yaşamağa ehtiyacın var idi. İndi bu tək münasibətlərə aid deyil ha. Yəni istənilən bir seçim ola bilər. Təhsil seçimi, professiya seçimi, başqa ölkəyə gedib yaşamaq seçimi və ya xırda seçimlər hər şeyə aiddir. Sənin onlara istənilən bir seçimə ehtiyacın var idi. O insan da sənin həyatına girib müəyyən şeyləri sən ona öyrətmisən, müəyyən şeyləri o sənə öyrədib. Ona görə bugün peşmançılıq hissi yaşamaq yerinə sadəcə o insana minnətdarlığımızı bildiririk və yolumuza davam edirik. Narahat olmayın. Bu dünyada etdiyiniz heç bir seçim əslində səhv olmayıb.